Konuşma galiba. Sizi de kanınıza benim. Onu öldürmek istedim. Kabul Kalkmayana gelin. Farsda seçilmiş kaç kadın şartları 5 bin dolarlık alışlarına 2024-cü il oktyabrın 13-də 2003-cü il təvəllüdlü Məhəmməd Əli Əmirxanov Sabunçu rayon 14-cü polis şöbəsinə gələrək Markışlağı qəsəbəsində yaşadığı evdə anası ilə yaxın münasibətdə olan Seyid Əhmədova bıçaqla xəsarət yetirdiyini bildirib. Bir neçə saatdan sonra tibb mərkəzindən həmin şəxsin ürəyindən aldığı bıçaq zərbəsindən ölməsi haqda məlumat daxil olub. 13 oktyabr 2024-cü il tarixli baxış keçirməsi protokolundan görünüb ki, hadisə Xanlar yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə baş verib. Cinayəti törədən Bakı şəhər sakini Məhəmməd Əli Əmirxanov saxlanılıb. Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə 1987-ci il təvəllüdlü Seyid Əhmədovun ölümünə döş qəfəsinin zədələnməsi nəticəsində ürəyin reflektor dayanması səbəb olub. Dekabrın 14-də Məhəmməd Əli Əmirxanovun barəsində seçilmiş həbs qəti imkan tədbiri xüsusi tibb müəssisəsinə yerləşdirmə təhlükəsizlik tədbirinə dəyişdirilib. İstintaqla müəyyən edilib ki, Məhəmməd Əli Əmirxanov anasına Seyid Əhmədovla münasibətlərinə son qoymasını və onun yaşadıkları evə gəlib getməməsini bildirib. Oktyabrın 13-də Maşdağ qəsəbəsində yaşadığı evə gəldikdə yataq otağında anası ilə həmin şəxsin çarpayıda uzandığını görüb. Bunun şəxsiyyətini alçaldan hərəkət kimi qəbul edib qəzəblənərək Əhmədovu öldürməyi qərarlaşdırıb. Mətbəxdən məişət təyinatlı bıçağı götürüb yenidən yataq otağına qayıdıb. Həmin an paltarlarını geyinən şəxsin üzərinə gedib sağ ayağına və döş qəfəsinə 2 dəfə zərbə vurub. Bu hərəkəti ilə Məhəmməd Əli Əmirxanov zərər çəkmişi qəsdən öldürüb. İş üzrə dindirilmiş Məhəmməd Əli Əmirxanov bildirib ki, evin tək övladıdır. Atası Asif Əskərovla anası Gülər Əmirxanova o hələ 8 aylıq uşaq olanda boşanıblar. Ramana qəsəbəsində yerləşən 137 nömrəli orta məktəbdə 5-ci sinifə qədər oxuyub, sonra təhsil almayıb. 18 yaşı olanda həqiqi hərbi xidmətə çağırılıb. Gəncə şəhərində yerləşən en sayılı hərbi hissədə xidmət dövründə psixi problemləri yaranıb, hospitalda müalicə alıb, hərbi xidmətə yararsız hesab edilib. 2022-ci ildə Respublika Psixiatriya xəstəxanasında müalicə aldıqdan sonra evə buraxılıb. Buna baxmayaraq, hazırda da ayda bir dəfə ona şizofreniyaya qarşı iynə vururlar. Xəstəxanadan çıxandan sonra anası ona Seyid Əhmədovla ər-arvad kimi yaşadığını söyləyib. Anasına deyib ki, həmin şəxsi onun yoldaşı kimi qəbul edə bilmir. Buna görə xahiş edib ki, o evlərinə gəlməsin. 2023-cü ildə dəqiq yadında qalmayan tarixdə anasını döydüyü üçün qadın ondan polisə şikayət edib. Buna görə Əhmədov inzibati qaydada 1 ay müddətinə həbs edilib. Təxminən 1 il olar ki, Seyidi görməyib. Özü də anasından onun haqqında heç nə soruşmayıb. Oktyabrın 13-cü saat 14 radələrində xalası gildən çıxıb evlərinə gəlib. Evin çöl qapısı açıq olduğundan içəri daxil olub. Anası ilə Seyidin lüt vəziyyətdə çarpayıda uzanıb söhbət etdiklərini görüb. Əsəbləşərək dərhal mətbəxə keçib bıçağı götürüb və yataq otağına qayıdıb. O vaxta qədər hər ikisi çarpayıdan qalxıb paltarlarını geyiniblər. Üzərinə gedib sağ əlində saxladığı bıçaqla Səyidə bir dəfə möhkəm zərbə vurub. Səhv etmirsə, anası özünü qabağa verdiyi üçün bıçaq onun sol qolunu kəsib. İkinci dəfə onu vurmaq istəyəndə həmin şəxs aləti tutub əlindən alıb. Sonra anası ilə birlikdə evdən çıxıb heyətə qaçıblar. O xalasına zəng edib Seyid adlı şəxsi bıçaqla vurduğunu deyib. Təxminən 1-2 saat xalasının evində oturandan sonra polis şöbəsinə gedib. Məhəmməd Əli Əmirxanov əlavə edib ki, əməlindən peşmandır. Hadisə günü içəri girib həmin səhnəni görəndə əsəblərinə hakim ola bilməyib. Buna görə də bıçaqla Səyidə zərbə indirib. Bıçağı əlindən alanda heç bir müqavimət göstərmədən həmin şəxsin qaçıb getməsinə imkan verib. Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə istintaq olunan 240-050-846 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Əmirxanov Məhəmməd Əli Asifoğlu'nun ifadəsinin yerində yox olması istintaq hərəkətini keçirirəm. Bu hadisə ilə bağlı nə göstərə bilərsiniz? Hadisə necə baş verib, hansı şəraitdə baş verib, hansı tarixdə baş verib? Əgər sotur göstərsəm olar. Elə bil ki, xalam cildən çıxdım, dedim geyirəm evə. Evə çatdı, elə bil anam birinci mənə demiş ki, evdə yoxam. Elə bildim ki, evdə heç kim yoxdur. Qapını açdım, girdim, gördüm, qıraq başmaq var qapının qapının ağzında. Belə bax, hiss yarandı bədənim. Getdim promo evə, gördüm bunları, lüt. Bunlar deyəndə kim idi? Kimlər var idi? Evdəkilərlə, bəs Ananızla. Ananızın adı nədir? Gülər. Gülər xanım. Gülərlə isə lütdülər. Allah. Mən elə promoya getdim, mətbəxdən bıçağı gətirdim, vurdum. Nə dedim? Bax, həmin vaxtı daxil olanda nə dediniz onu? Dedim, mən sizi yenə gördüm bir yerdə. Ondan sonra getdim. Həmin vaxt davanız, nəsə mübahisəniz yox, davamız çoxdan olmuşdu oyna. Amma o dava niyyəti ilə mən onu vurmamışam. Yəni mən o deyim ki, nəsə fikirlə, bilə-bilə, həqiqətən mən kimsə deyir ki, ged onu vur orada. Yox, elə bir şey olmuyor. Amma mən özümdən də, yəni özüm gördüm, özüm də o hadisəni söylədim. Siz duranda, yəni bax, getdiniz deyirsiniz, bıçağı götürdünüz. Sağdan götürdünüz? Mətbəxdən. Mətbəxdən. Bəli. Mətbəx bıçağı idi, evin bıçağı. Mətbəx bıçağı gördünüz. Bəli. Gəldiniz həmin bıçaqla, siz otağa daxil olanda onlar hansı vəziyyətdəydi? Lüt vəziyyətdə. Yox, yəni bıçaqla təzədən qayıdıb. Ayaq üstə. Durmuşdular. Ayaq üstə durmuşdular. Duranda siz yaxınlaşan kimi vurdunuz. Yaxınlaşan kimi vurdum. Neçə zərbə attın ona? Bir zərbə. Bir zərbə. Dəldi, harasından dəldi? Bilmirəm, valla, o mənə deyiblər ki, döş qəfəsindən dəyib. Belənçini özüm bilmirəm. Amma özün xatırlamırsan. Bəli, özüm xatırlamırım. Və o səni həmin vaxtı vurdu, yoxsa vurmadı, əlimi tutdu, sıxdı əlimi belənçinə. Əlimi sıxanda mənim gücüm çatmamış. Bəli, qırılmışdı, gücü elib çıxardan bilir, ağrıydı, çox sıxdı. Bıçağı aldı əlimdən, gördünüz, bıçağı da əyilmişdi, gördünüz. Bıçağı aldı əlimdən, sonra qaçdı, çıxdı getdi. Vurub eləmədi ki, sizi bıçağı? Yox, vurmadı. Qaçdı getdi. Bəli. İndi göstərə bilərsiniz ifadənizdə göstərdiklərinizi hadisə yerində, hansı şəraitdə, hansı otaqda baş verir? Bəli, göstərərəm. Bura haradır? Bura maçdağa Çiləcə. Hadisə bu ünvanda. Bəli. Qapı bağlıydı. Qapı bağlıydı. Açdım. Özünüz açdınız. Bəli. Yəni açıq idi. Bəli, açıq. Aha. Gəl. Burada başmaqları gördüm, özümə qeyri adı gəldi. Aha. Başmaqlar gördüm. Haradaydı başmaq? Başmaqlar burada. Burada kişək qapısı idi. Yox, başmaqlar idi, kişi başmağı. Bəli. Gördüm başmağı, girdim evə. Gördüm orada lüt vəziyyətdədirlər. Burada uzaq, boylandın içəri? Boylandım içəri. Yaxınlaşdım, biraz haradakı ora kimi yaxınlaşdım. Sonra qabağa getdim, gördüm lüt vəziyyətdədirlər. Onlar sizi gördülər? Bəli. Nə dedin bəs görəndə? Mən dedim, yenə siz buradasınız, mən sizi deməmişəm, görüşməyəcək, belə. Qaçdım, bıçağı götürəm, yox, əstağfurullah, görüşmə söhbəti olmayıb. Dedim ki, siz burada nə edirsiniz belənçinə? Qaçdım, orada bıçağı götürdüm. Bura mətbəx otağı. Bəli. Hardan götürdünüz? Gəlin, keçin, göstərin görün. Buradan götürdüm. Bıçaqlar oradadır. Bəli. Aha. Nə bıçaq idi? Mətbəx bıçağı idi? Bəli, mətbəx bıçaqları göyrəkdə. Göyrəkdə. Bəli. Aha. Gəldiniz bura. Gəldim bura. Sağ əlimdə, bu əlimdə. Bıçaq bu əlimdə. Qalxdım bura, promo. Qalxdım belənçinə. O da elə bir ki... O haradaydı? O buradaydı. Bu həmin vaxtı burada mən qalxanda düşdü ora. Bu qalxmışdı bura, düşdü bura. Düşdü. Sən də bıçaq əlindədir. Bıçağı vurdum ona. Harasında bu göstər görüm. Bilmirəm. Elə attın da bıçaq. Belənçinə attım bıçağı. Aha. Neçə zərbə? Bir zərbə. Bəs ananı sən mi vaxtlardaydı? Anam benim Anam vaxtımdaydı. burada yerdə. Ha, o nə edirdi? Anam buradaydı. Sarıfanda O nə edirdi? Buradaydı, o heç bilmirəm, onu yadımdadır. Ona dəydi, xəsarət aldı. Onu bilmirəm orasını, yəqin xəsarət olardı. Qabağına keçdiyinə görə o da almalı. Yəni onu vurmaq istəməmişsə də vurmamışsın. Yox. Sonradan qarşıma kim keçsə onu vurmaq istəmişəm də, yəni. neçə zərbə attınız? Bir zərbə. Bir zərbə. Və sonra nə oldu? Bıçaq. Niyə növbəti zərbələr bıçağı vurdu? əlimdən aldı, əlimi belənçinə sıxışdırdı. O gücü var idi, mənim gücüm çatmadı. Güclə əlimdən bıçağı aldı, bıçağı görmüşsünüz, əyilmişdi. Əlimdən alanda bıçaq əlimi kəsdi. Sonra burada asta şalvarın geyinirdi, onda özündəydi hələ ki, hələ itirməmişdi müqavizətini.
geyindi, sonra oradan qaçdı, çıxdı getdi. Siz tutub eləmədiniz ki onu? Yox, tutucu gücüm çatmadı. Düzün. Anamın dalınca qaçdım. İndi nə idi bax məqsədiniz onu vurmaqda? Yaralamaq istəyirdim də sadəcə. Yaralamaq istəyirdik. Sinir çıxmamış. Hə. Öldürmək məqsədi yox idi, hə? Xeyr. Zərər çəkmiş şəxsin hüquqi varisi Xeyransa Qafarova ifadəsində göstərib ki, işdə olarkən bacısı ona zəng edərək hadisə barədə məlumat verib. Evlərinə getdikdə qardaşı yıxılaraq ona armatur batdığını və təcili yardıma zəng etməyə ehtiyacı olmadığını deyib. Yarasını görəndən sonra xəstəxanaya getməli olduğunu söyləsələr də, Səid satmaq kişilikdən deyil bildirib. Yoldaşı gələndən sonra onu güclə avtomobilə mindirib tibb mərkəzinə aparıblar. Qardaşı əməliyyat zamanı ölüb. Səidin Gülər adlı qadınla münasibətdə olduğunu, amma bir ildən çoxdur ki, ayrıldıqlarını bilib. Qarşı tərəfin qohumları evlərinə gələndə öyrəniblər ki, qardaşını qadının oğlu öldürüb. Əmirxanov Məhəmmədə Asif oğlu. Deməli, siz məlumat verə bilirsiniz, izahlı vəziyyətdəsiz yoxsa yox? Məhəmməd Əli. Hə, Qafarova Əmirxan, neçənci ildə var, nə vaxt olmuşsan? 2003-cü ildən Ay neçəsi? 8 mart. 8 mart. Bakı şəhərində Bəli, Azərbaycan Respublikası vətəndaşısınız, bəli, subay, bəli. tamam orta təhsil, neçəsi məhkum olmuşsunuz? 5-ci sinifdə. 5-ci sinifdə. Əvvələn məhkum olunmamısınız, Nizami Rəhmin, Şirin Mirzəyev küçəsi 126, 127-ci inzibati binada qeydiyyatda olan və Sabunçu Maşlar qəsəbəsi Xanlar Yaşayış Təhsili nömrəsində yaşamış. Düzdür? Düzdür. Əyləş Əmirxanov. Aydındır, sizləriniz aydındır. Deməli, qanun təmsilçi özünü təqdim edib, zəhmət olmasa qalxmayaraq. Adınız, soyadınız, atadınız. Qanun nümayəndəsi Rüyəvan Müslümanız. Buraya harada işləyirsiniz? Sabunçu rayon icra hakimiyyəti qeydiyyat şöbəsi. Nə işləyirsiniz orada? Psixoloq. Cinayət məsuliyyətinə səbəb olan anlatsız vəziyyətdə əmələ alınsa və cinayət törətmiş şəxsin məhkəməyə verilməsi məhkəmə başının təqdimləsi haqqında qərar 20 fevral 2025-ci il Bakı şəhəri. Qərar aldığım hissəsini elan edirəm. Cinayət məsuliyyətinə səbəb olan əmələ alınsa və törətmiş şəxs Əmirxanov Məhəmməd Əli Asif olaraq qız cinayət məcəlləsinin 121-ci maddəsi məhkəmə verilsə cinayətçi məhkəmə başının təyin etsin. Apara bilər. Aparın. Məhkəmə iclasında Məhəmməd Əli Əmirxanov istintaq zamanı verdiyi ifadəsini təsdiq edib. Şahid Gülər Əmirxanova ifadəsində göstərib ki, uşağının 6-7 yaşı olanda ikinci dəfə ailə həyatı qurub. Səid Əhmədovla 8 il birgə yaşadıqdan sonra ayrılıblar, amma bir müddətdən sonra barışıblar. Məhəmməd Əli elə bilib ki, onlar küslüdür. Oktyabrın 13-də oğlu onları gördükdən sonra bu hadisəni törədib. Hadisə günü oğlunun qəflətən gələcəyini bilməyib. Adətən həmin vaxtlarda uşağı dost-tanışının yanında olub. Məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. Yazılanlara əsasən Gülər Əmirxanova Şamaxı rayon sakini Səid Əhmədovla 9 il əvvəl tanış olub. Aralarında sevgi münasibəti yaranıb. Rəsmi nikaha daxil olmadan birlikdə yaşamağa başlayıblar. Səid 2 dəfə ailəli olub boşanıb. Əvvəlki nikahlarından 3 az yaşlı övladı olub. Məhəmməd Əli onun adını çəkməməsini və onların barışmasına razı olmadığını deyib. Ayın 13-də günorta çarpayda uzanıb söhbət edərkən qəflətən içəri girən Məhəmməd Əli onları görüb. Heç bir söz söyləmədən mətbəxə gedib. Əlində bıçaqla gələrək Səidə zərbə vurub. O qorxduğu üçün oğlunu itələyib çölə qaçıb. Ona görə də sonra baş verənləri görməyib. Evin arxasında gizlənib. Səid evdən çıxıb küçəyə qaçıb. Bir qədər sonra evə girib heç kimin olmadığını, xalçanın və bəzi əşyaların qana bulaşdığını görüb. Yerdə qalan bıçağı hamam otağında yuyub. Səidə zəng vurub hal-əhvalını soruşub. Ondan xahiş edib ki, oğlunu tutturmasın. Həmin şəxs də ona narahat olmamasını, bacısı Səmidənin evində olduğunu deyib. Daha 2 saatdan sonra ona məlumat veriblər ki, Səid özünü pis hiss etdiyi üçün Sabunçu xəstəxanasına aparılıb. Sonra onu 14-cü şöbəyə çağırıblar.
Kompleks stasionar məhkəmə psixoloji ekspertizasının rəyinə görə Məhəmməd Əli Əmirxanov ona ittiham edilən cinayət əməlini törədərkən paranoid şizofreniya xəstəliyi nəticəsində hərəkətlərinin faktiki xarakterini dərk və onları idarə etmək iqtidarında olmayıb. Buna görə onun əməli Cinayət Məcəlləsinin 21-ci anlaqsızlıq maddəsinin təsiri altına düşüb. Məhkəmə qənaətə gəlib ki, Məhəmməd Əli Əmirxanovun Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi tam sübuta yetirilib. 2025-ci il iyulun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Məhəmməd Əli Əmirxanov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətdiyindən cəzadan azad edilib. O, bir saylı Respublika Psixiatriya xəstəxanasına yerləşdirilərək barəsində tibbi xarakterli məcburi tədbirlər təyin olunub. 2024-cü il mayın 17-sində 102 xidmətindən 12-ci polis şöbəsinə Sabunçu qəsəbəsində Elnur Əliyevin arvadı Elminaz Əliyevanı, baldızı Aysel Məmmədovanı və onların nənəsi Laçın Tatulovanı bıçaqlaması barədə məlumat verilib. Araşdırma zamanı zərər çəkmişlərin xəstəxanaya yerləşdirilməsi, cinayəti törədən şəxsin isə hadisə yerindən qaçması məlum olub. Əməliyyat axtarış tədbirləri nəticəsində Elnur Əliyev 2 gündən sonra saxlanılaraq istintaqa təhvil verilib. 2024-cü il mayın 17-sində baxış keçirməsi protokolundan görünüb ki, hadisə Sabunçu qəsəbəsi Şəhər şosesi 3 ünvanında yerləşən fərdi evdə baş verib. 3 saylı şəhər klinik xəstəxanasına bıçaq xəsarətləri ilə çatdırılan Elminaz Əliyeva, Aysel Məmmədova və Laçın Tatulovaya müvafiq tibbi yardımlar göstərilib. Ayın 19-da polis əməkdaşları tərəfindən cinayəti törədən Ağcabədi rayon sakini əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Elnur Əliyev saxlanılıb. Sabunçu rayon polis idarəsinin istintaq şöbəsində başlanılan cinayət işi istintaqın davam etdirilməsindən ötürü rayon prokurorluğuna göndərilib. Cinayət Məcəlləsinin 29.120.1-ci qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, mayın 16-sında Elnur Əliyev arvadı Elminaz Əliyeva ilə telefonla əlaqə saxlayıb, qonaq getdiyi anasıgilin evlərindən geri qayıtmasını tələb etdikdə, sonuncu artıq onunla birgə yaşamaqdan imtina edib və ayrılmaq istədiyini bildirib. Aralarında baş vermiş sözlü mübahisədən sonra qisas niyyəti ilə qadını öldürmək qərarına gələn Elnur Əliyev ayın 17-sində Sabunçu qəsəbəsinə gedib, aqressiv şəkildə arvadını çağırıb ondan çölə çıxmasını tələb edib. Yoldaşının nənəsi Laçın Tatulova ondan səs-küy salmayıb çıxıb getməsini tələb etdikdə yumruqla qadının üzünə zərbə vurub. Qonşuları köməyə çağırmaq üçün heyətə çıxan baldızı Aysel Məmmədovanın arxasınca qaçaraq onun boynundan tutub və üzərindəki bıçaqla bədəninin müxtəlif nahiyələrinə 4 dəfə zərbə endirib. Sonra arvadının üzərinə gedərək onu arxası üstə yerə yıxıb, bıçağı nümayiş etdirərək başını kəsəcəyini bildirib. Ardınca baş nahiyəsinə və döş qəfəsinə 2 dəfə zərbə vurub. Nənəsi onun əlindəki bıçağın tiyəsindən tutub mane olmağa çalışanda qadının sol əlinin 3 barmağı kəsilib. Bununla kifayətlənməyərək Laçın Tatulovanın kürəyinə 1 dəfə zərbə endirib. Aysel Məmmədova su qabını onun başına çırpdığı üçün müvazinətini itirib yerə yıxıldığından, habelə hadisə yerinə gələn qonşular Fəqan Həsənov və Rasim Qasımov tərəfindən onun qanunsuz hərəkətlərinin qarşısı alındığından Elnur Əliyev hadisə yerindən qaçıb. Zərər çəkmiş şəxslər vaxtında Sabunçu tibb mərkəzinə çatdırılaraq həyatları xilas olunduğundan Elnur Əliyev iradəsindən asılı olmayan səbəblərə görə qəsdən öldürməyə yönəlmiş cinayət əməllərini başa çatdıra bilməyib. İş üzrə dindirilmiş Elnur Əliyev bildirib ki, 2-3 il əvvəl işləmək üçün Ağcabədi rayonundan Bakı şəhərinə gələrək müxtəlif ünvanlarda kirayədə qalıb. Son vaxtlar xalası oğlu Rəşad Əliyevin Abşeron rayonunun Məmmədli kəndində icarəyə götürdüyü fermada işləyib.
Ailə həyatı quranda Elminaz Əliyevanın 17 yaşı olub. Bir ildən sonra rəsmi nikaha daxil olublar. Bakıxanov qəsəbəsində yaşayıblar. 2023-cü ildə oğlan övladları dünyaya gəlib. Bu illər ərzində münasibətləri yaxşı olub. Oğlunun ayağında problem olduğu üçün evə həkim çağırmaq istəyiblər. Amma arvadının nənəsi Elminaz Məmmədova onlara bildirib ki, 3 saylı şəhər xəstəxanası evlərinin yanında yerləşir. Deyib ki, anası uşağı alıb onlara gəlsin. Sonra da körpəni birlikdə həkimə aparsınlar. Mayın 16-sında axşam arvadına zəng edib niyə evə qayıtmadığını soruşub. Buna görə aralarında mübahisə yaranıb. Növbəti gün saat 16 radələrində Sarğunçu qəsəbəsinə yollanıb. Yoldaşının digər nənəsi Laçın Tatulova aqressiv şəkildə ona Elminazı aparmağa icazə verməyəcəyini bildirib. Qadının bu sözlərindən sonra aralarında mübahisə başlayıb. Ünvandan alayiq ifadələr işlətdiyi üçün onun üzünə yumruqla zərbə vurub. Sonra əsəblərinə hakim ola bilməyib, cibindən bıçağı çıxarıb məlum hadisəni törədib. Kimə, hansı şəraitdə bıçaq zərbələri vurduğunu xatırlamır. Hadisə yerindən qaçandan sonra bir qədər küçədə qalıb. Sonra avtobusla evə gedib. Əsəbindən özünün ayağına da bıçaqla xəsarət yetirib. Bıçağı və hadisə vaxtı əynində olan paltarları torbaya qoyub Məmmədli qəsəbəsində zibil qabına atıb. Məhkəmə iclasında Elnur Əliyev ittiham üzrə özünü qismən təqsirli bilərək ifadə verməkdən imtina edib. Verilmiş suallara cavab olaraq bildirib ki, əməlindən peşmandır. Əgər arvadı onunla evə qayıtsaydı, bu ağır hadisəni törətməzdi. Onun davası yalnız yoldaşı ilə olub. Ola bilsin ki, davalarına müdaxilə etdikləri üçün bıçaqla Aysel Məmmədovanı və Laçın Tatulovanı vurub. Heç kimi öldürmə fikri olmayıb. İfadə edirsiniz. İfadədən burada edirsə biz ifadənizi iman edə bilərik. Danışmaq istəyirsiniz? Zərər çəkmiş Elminaz Əliyeva ifadəsində göstərib ki, əgər qonşular köməyə gəlməsəydi, yoldaşı onu və doğmalarını öldürə bilərdi. Elnur Əliyevlə dalaşdıqlarını əks etdirən WhatsApp yazışmalarını istintaqa təqdim edib. Öz evinizdə deyildiniz də siz? Yox, nənəmlə konuşacaqmışdım. Dava dalış elədiyinizə görə getmişdi sonra yoxsa? Xeyr, uşağımın müalicə aparılmışdı. Nə üstündən bu arada boşadı? Hadisədən müjdə var? Bəli, axşamı dava olmuşdu. Sonra bilirdim ki, anam sərsi gələcək, nəsə edəcək bizə. 10 gün qorxumdan qapını bağlı saxlayırdı. Səs-küydə nə eşitdiniz? Elnur nə dediniz? Başını kəsəcəm, tez. Elə birdən-birə başını kəsəcəm. Sizi görürüm. Dünəndən o hazır idi da, əsəbdən özünü saxlaya bilməyib sərsi gəldi bu hadisəni elədi. Deyirsiniz, dünənlər dalaşmışıq. Dünəndən WhatsApp yazışmaları var da dalaşmışıq. Sizi otağa daxil olmamışkən əvvəl bacınızı vurduğunuzu gördünüz? Xeyr, görmədim. Nənəm də otaqdaydı? Bəli, içəri girmişdi, aralamaya çalışırdı. Nələrci vurdu sizə? Nənənin ürəkləri kəsilmişdi, mən başımı tutan falan. Sonra bacım kömək edib ona, krafinkalar idi. Ki, 3 dəfə bıçaq atmasın. Krafinkanı çəkib başına. Qonşular səsə gəldi, qonşular kömək elədilər və birinci başıma vurub sonra sinəmə vurdu. Birinci elə bıçaqla vurdu, yoxsa yumruğuna vurdu? Yumruq təpik vurur diyor onsuz aramaya bilmirdi. Sonra bıçağı çıxardı, vurubdu. Demək, mən görmürdüm, onlar gördü ki, mənə bıçaq yetirdilər. Çünki özünüz bilirsiniz ki, bıçaq Yox, siz gördüyünüzü danışır. Bəli, bıçaq olduğunu görmüşdük. Yoldaşın çağırdı, hansı formada yoldaşın evə aparmaq istədi, yadınızdadır. Əsəbi idi. Əsəbidir. Bu momentdə qapı açılıydı. Gəldi, girdi içəri. Dava dalaşan dedi ki, Elnazı mənə çıxsın, əyinə gelsin, çıxsın. O momentdə də mən bacım getdim durdurdu. Nənəmi bıçaqladı, bacımı bıçaqlayamadı. Nənənizə neylədiniz? Sən neylədiniz, bacınıza neylədiniz? Nənəmi birinci yumruq falan vurdu, sonra da bıçaqla vurdu. Sonra məni gəldi, çöldə bıçaqla vurdu, boynumdan. O momentdə qaçıb girdi içəri, bacımı ayağının altına saldı. Həmin momentdə zərbələri. İstədikə danışdınız mı bu arada? Bəli, həmin momentdə... Köməyə getdiniz? Bəli, köməyə gedəndə mən də krafin təngidi başına vurdum ki, ayrılmadı da. O momentdə də qardaşım bacımı çıxardı, çöl atdı. O momentdə qonşular gəldi içəri. Sizi nə vaxt vurdu bəs? Mən çöldə. Yəni artıq kişini... Yox, yox. İçəri girəndə bu təzəyətlər. Bəli.
Çıxışlar mərhələsində zərər çəkmişlər təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş ediblər. Savunma rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 126-2, 126-2, 29, 122, 4-cü maddələrinə təfsir edilərək cinayət məsuliyyətinə cəlb edilmişdir. Biz hesab edirik ki, yəni xanəvi yetkililərin faktlarla bağlı bilgilər bunu göstərir ki, təqsirlənilən şəxsin əməli cinayət məcəlləsində İthamı göstərən maddələrlə düzgün tövsiyə edilməmişdir. 129.122 maddələrlə düzgün tövsiyə edilməmiş. Həmin Elnaz Əliyev münasibətdə onun əməli cinayət məcəlləsinin 128-ci maddəsi ilə tövsiyə edilməlidir. Məhkəmə nəticəyə gəlib ki, Elnur Əliyevin əməlləri Cinayət Məcəlləsinin 15-ci maddəsinin tələbinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir. Onun əməlləri istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 128, 126.2.2 zərər çəkmiş şəxsin sağlamlığına ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən ağır zərər vurma, 126.2.3 qəsdən sağlamlığa ağır zərər vurma, köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə və 29.120.2.4-cü xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd maddələri ilə düzgün tövsif edilib. Odur ki, Elnur Əliyev həmin maddələrin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 2025-ci il fevralın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə Elnur Əliyev 16 il müddətinə azadlıqdan məhrum olunub. Hökm qanunu